Sizin bugünkü gözəl gününüzə mən həm də ədəbiyyatçıyam. İstəyirəm elə o arzularımı bir-iki bənddə şeirlə deyim sizə, amma özüm yazmamışam. Şair Məmməd Arazındır, özüm yazdıqlarından deyim. Deyir, yenə dağ döşündə dənərləndi qar, yenə zirvələrin həsrətində qal. Sel qopdu, dərəyə düşdü qalmaqal. Bir ocaq başında biz isinməsək, siz kimə gərəksiniz, mən kimə gərək? Kimşəkdir, bax donqar dəvənin səbət yükünə, bənzəyir içi boş şöhrət yükünə, ömür karvanlı sənət yükünə, bir-iki qeyrətli söz yükləməsək, siz kimə gərəksiniz, mən kimə gərək? Keçək dərələrin boğanağından, keçək dolayların doğanağından, günəşin zirvədə doğan anından, nur alıb bu yurda səpələməsək, siz kimə gərəksiniz, mən kimə gərək? Əgər o elmdən, o kitabdan, o dərsdən biz bu bilgə uşaqlarına öyrədə bilməyəcəksə, siz kimə gərəksiniz, mən kimə gərək? Sağ olun. Çox sağ olun, minnət.